Bugün Azərbaycan poeziyası deyəndə təbii ki bütün Azərbaycan xalqının sənət kəsimi iftixar hissi keçirir. Nə mənada? Tanrı bu torpağa min əli ilə verib hər şeyi. Çeşitli iqlimi var, başqa ölkələrə nisbətən daha çox zəngin iqlimi var. Dağı, dərəsi, düzləri, bulaqları, çeşmələri, meşələri var və o cümlədən kökü, rişəsi uzaq əsrlərə keçib gedən, çatan poeziyamız var, milli poeziyamız var. Və bu milli poeziyamızın təbiidir ki, köklərin rişələri Dədə Qorqudda cəmlənir. Sonra Alban hökmdarı Cavanşirə Ağı deyən Doğdağın o mərsiyəsində, tarixin yaddaşında saxladığı, bizə əl yazması gəlib çatdığı İzzəddin Həsənoğlunun bizə məlum olan 2 qəzəlində özünü göstərir. Və digər uzaq əsrlərdən bizə əmanət qalan yazılarda, səlnamələrdə, kitabələrdə, daşların üzərində qalan yazılardan bizə gəlib çatır. Və hər bir oxucu istər-istəməz təbiidir ki, düşünə bilər. Doğrudan mı Azərbaycan poeziyası ilə, deyək ki, Dədə Qorqud boylarından, yaxud da adını çəkdiyim Doğdaqdan, sonra deyək ki, Nəsimidən, Xəqanidən, Füzulidən, Nizamidən və başqalarından. Təbiidir ki, bu çox düşündürücü sualdır və bunun bir mənalı surətdə cavab vermək olar ki, xeyr, Azərbaycan poeziyası uzaq minilliklərdən gəlib çatır. Amma çox təəssüflər olsun ki, təbiidir ki, bu gün onun mənbələri haqqında qəti söz demək mümkün deyil. Çünki o əl yazma, elə şair yazıçılarımız var ki, o illərdə yaşayan şair yazıçılarımız var ki, onların adı bizə məlum deyil, müxtəlif səbəblərdən, o vaxtki müharibələrdən, sonra Azərbaycanın bir hərbi meydana çevrilməyindən müxtəlif yadelli qoşunların həmlələri nəticəsində əl yazmaları uzaqlara aparılıb. Dünyanın müxtəlif səmtlərində. Məsələn, biz yalnız ötən əsrin ortalarında Azərbaycan oxucusuna çatdı ki, Kitab-ı Dədə Qorqud boylarının 2 mənbəyi, Vatikanda və bir də Dresdendə əl yazmaları qalıb. Ona qədər deməli bizdə yoxdur. Deməli bu onu göstərir ki, bu insanlar müharibələr nəticəsində uzaqlara gedib düşdüyü kimi bizim Azərbaycanın milli sərvətləri də başqa yerlər. Məsələn, Azərbaycanda olan xalçalar, Azərbaycanda olan əl işləri, Səmərqənddə, İraqda və başqa yerlərdə özünü göstərir. O deməkdir ki, o müharibələrin nəticəsində, talançılıq nəticəsində. Heç uzağa getməyək. Məsələn, Qarabağ müharibəsində bizim bədnam qonşularımız Azərbaycanın milli sərvətlərin, əl işlərin, xalçasından tutmuş, qədim tarixi eksponatların hamısını daşıdırlar. Elə musiqimiz qarışıq hamısının yeri geçəndə öz adlarına çıxırlar. Poeziyamızın kökləri çox dərindir və yazılı poeziyamız mövcud olandan sonra Azərbaycan dilində, Azərbaycan dilli şairlərimiz, Azərbaycan dilində əsərlər yazandan sonra doğrudan da biz gördük ki, Azərbaycan poeziyası çox qüdrətlidir. Azərbaycan poeziyası bugün Nizaminin timsalında, Füzulinin timsalında, Şah İsmail Xətainin timsalında, müasirlərə gəlsə Səməd Vurğunun timsalında, Rəsul Rızanın timsalında, Məmməd Arazın timsalında, Xəlil Rza Ulutürkün timsalında bütün Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə başucalığı gətirir. Mən poeziyaya necə gəldim? Çox qəribədir. Bu sual hərdən özünü o daxili səs deyil. Bu poeziyaya gəlməklə, bu ədəbiyyata gəlməklə nələri itirdim, nələri qazandım, təbiidir bu. Mənim haqqımdır, çünki çoxlu illər dayanıb arxada. Mənim yadımdadır, uşaq vaxtı təbiidir öz yaşlılarımızla, müxtəlif o illərə məxsus oyunlar olurdu, uşaq oyunları oynuyorduk. Və mənim doğrudan da qəribə bir şeir demək qabiliyyətim özüm göstərdi. Hətta uşaqlar məni çox qibti ilə öz aralarında şair adlandırırlar. Çox qəribədir o yaşlılarımın. Qəribə belə bir
düzümlü şeir gəlirdi. Onda təbii idi ki, mən hələ şeirin, o elmin dərinliklərini bilmirdim. Şeirin vəzinləridir, qafiyədir, rədifdir, avazdır. Təbii idi ki, bunları hələ tam mənim yaddaşıma həkk olmamışdı. Amma sadəcə olaraq bunu deyirdim. Deməli, sonralar fikirləşəndə ki, bu nə imiş? Deyirəm ki, yox, bu təb imiş. Bunun Tanrının mənə verdiyi bir qabiliyyət imiş. Sadəcə olaraq yol axtarmış, yollar axtarmış. Və ondan sonra hərdən yazdıqlarımı görürsən ki, balaca, nahamar misralarda, bəzi yenə deyirəm, orada bəzən hecaların sayı kəm olur. Sonradan baxanda, yəni sonra illər gələndə deyirdim ki, onda hələ nahamar ritm vardı, avaz vardı, müəyyən oxşarlıq vardı. Hətta bir dəfə mənim yadımdadır, bir 7-ci sinifdə oxuyanda bir şagird yoldaşım, onunla həmişə otururdum, əli deyilən, öz qohumumdur. Gəldi mənim kitabımın arasında bir vərəqdə, şagird vərəqində yazılmış 5-6 misralıq, yəni özümə görə şeirim. Bunu apardı, verdi müəllimimə və müəllim məni çağırdı, bir şillə vurdu. Və illər keçdi, məlum oldu ki, yox, mənə bu Tanrı vergisidir. Yəni, bunu mən qabiliyyətimi haradaysa çevirməliyəm. Yəni, elə bir ki, bir diktə eləyən qüvvə var da, tabii idi ki. Mən şeir yazdım, kitabım çıxdı və kitabımın o vaxtlar təqdimat mərasimləri deyilən bir şey dəbdə deyildi, amma rayonda yaşayıb, deyək ki, cavan bir müəllim, 28 yaşlı bir müəllim, ilk şeir kitabı ilə bu böyük bir rayonun sevinciydi, inanın ki. Orada təbii ki, məni ilk təbrik edənlərdən bir öpüş oldu, özü də qarşıda xahiş edildi, təkidlə söz aldı, Komsomolun birinci kəntar vardı mərasim. Və dedi, mən İsmailin qarşısında günahkar olmuşam, mən onu ola bilsin ki, gecikdirmişəm. Yəni, mənim o vurduğum şillə, mənim onu duymamamdan irəli gəldi. Olur deyəcək. Sonra gəldi, institut illərində də artıq o ciddiləşdi. İnstitut illərində Gəncə Dövlət Universitetində oxuyanda, orada repressiyaya uğramış 25 il, 18 ilin yatmışdı, sonra bəraət əlindən sonra gəlmiş bir əlalı kişi vardı, bu poeziya ilə yoğulmuşdu. Əhməd müəllim, onun məclisi vardı. Orada getdik və Gəncədə mənim çoxlu bu gün də tanıdığım gözəl şairlərimiz var ki, məsələn, Bahadur Fərmanlı, Rübai müəllimdir, Fərdə Əliyar bəyli, bunda filialın sədri Fərdə xanımdır və başqalar, sonraki nəsillərdir ki, o illərdə onlar mənim deməli bu uğurlarıma sevinən dostlarımızdır və çox qəribədir ki, günlərin bir günündə çox balaca bir şeirlə mən ortaya çıxdım. Yəni, hər dəfə gedirdik məclisdə, o məclisdə filialda şeirlər oxurduk, Şimşək adlı şeirinə. Bu Şimşək adlı şeirin bir mənalı surətdə qəbul oldu, həmkarlarım tərəfindən. Və İlyas Tapdıq bir dəfə Gəncəyə qonaq gəlmişdi. Hüseyin Xaloğlu deyilən aşıq, bizim yaxın keçmişdə elə Qazaxlı, məşhur bir aşığımız oldu. Onunla gəlmişdi. Alimlər evində görüş idi. Bunlarla görüş, sazlı sözlü bir məclis idi. Və mən də çıxdım. O Şimşək şeirini, bir də balaca başqa bir şeir oxudum. Düşmək istəyəndə İlyas Tapdıq dedi ki, dayan İsmail, geri qayıtdım. Mən çox həyəcan keçdim ki, görəsən nədir bu, ustad, təbii ustad idi onda. İlyas Tapdıq tanınmış şairdi. Dedi ki, o Şimşək şeirini bir də oxudum. Dedi, özün yazmışsın. Mən gülümsünüm, dedim, təbii ki, özüm yazmışam. Dedi, düşəndə onu yaz, mənə çatdırarsan. Mən düşdüm, təbiidir ki, yığcam şeir 6-7, göy gürlayır bulutların, göz yaşım axır yerə, şimşək çaxır. Elə bil ki, göylər dözə bilməyərək bir gecəli ayrılığa kibrit çəkib baxır yerə. Bu şeiri götürdüm, verdim ona. Getdi. Bir müddətdən sonra bu Azərbaycan jurnalında çap oldu. Onda da Azərbaycan jurnalı indiki kimi ümumiyyətlə, indi mətbuat da çoxdur, çap olunmaq da asandır. O illərin təbii çox çətinlikləri vardı, senzura vardı, qlavit deyilən bir Sovet zamanında kimin hünəri vardı ki, müəyyən ölçülərdən çıxsın haradaysa, sətir-altı bir mənalı bir şey desin, yəni o qadağaları vardı. Qara siyahıya düşdü qutardı, onun həmən adamın kitabı bağlar, yaradıcı kitabı bağlar. Və sonradan
Rəhmətli Mehdi Hüseyn bu şeiri qurultayda özü əzbərdən demişdi. Dedi və təbiidir ki, sual verib. Deyib ki, mən bu İsmaili tanıdım. Birinci dəfədir bir şeir gəlib əlimə çatıb. Təbiidir, jurnalda, Azərbaycan jurnalı çap olunacaq. Bu kimsə, bu bir poetik kəşfidir. İnanırsınız, deməli, bundan sonra mən hansı redaksiyaya Bakıda, deyək ki, o illərin Azərbaycan gəncləri vardı, Ulduz var idi, yəni bizim çap olunacağı üst tutduğumuz, Sovet Kəndi qəzeti vardı, Kənd Həyatı jurnalı vardı və başqa qəzet jurnallar var. Hara gedirdimsə, imzamı oxuyan kimi, çünki Mehdi müəllim, rəhmətlik Mehdi müəllim mənə zəmanət vermişdi, elə bir ki, bir yol açmışdı. Oxuya bilmədim alın yazımı, günəş də əridə bilməz buzumu, vədəsiz ölümün nədir lüzumu, qızıl teşt yerinə bəxt istəyirəm. Demirəm nə qüssəm, nə qəmim olsun, ulduzlu gecələr həmdəmim olsun, bir vərək kağızın qələmim olsun, nə saray, nə də ki taxt istəyirəm. Öz titrək addımım, öz yerişim var, vədəsi çatmayan bir görüşüm var. Hələ görüləsi xeyli işim var, ömürdən biraz da vaxt istəyirəm. İstedad əslində rəhmətli Azad Mirzəcəzadənin akademik, böyük akademik, Azərbaycanın böyük akademiklərindən biri olan sözü var. Deyirdi ki, bir damcı istedada 10 damcı tər qarışdırmalısan, zəhmət qarışdırmalısan. Çünki vəhiylə gəlmir, istedad gəlir, insanın təbi gəlir, nədənsə təsirlənirsən, sadəcə onu reallığa çevirmək istəyir. Çevirəndə bu əsər olur, şeir olur. Başqalarına, şeir əslində nədir? Poeziya, bir də deyirəm. Əslində, insan qəlbinə təsir edən, insan ağlına, insan hissiyatına təsir edən, insanı qanadlandıran, insanı düşündürən, insanı bir növ havalandıran sənət növüdür. Bəzən kimsə düşünür, haqlı olaraq düşünür ki, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı hansı zərurətdən yarandı? Yaxud da, bax bu şəhərə, bu regiona nə verdi? Doğrudan da çox maraqlı sualdır və mənim özümü də bir insan kimi, yəni bu filialın həm yaradıcılarından biri, həm də ki, ümumiyyətlə, yəni rəhbəri kimi 10 ildən bəri bu filiala ilk gündən, yarandığı gündən rəhbərlik edən bir adam kimi fikirləşir. Yəni bu sualın cavabını özüm də tapmağa çalışıram. Ən azından 1999-cu ilin 23 oktyabrında bu filial açıldı. Yəni Xeyir Dua ilə Anar müəllim, Fikrət Qoca, o illərdə şəhərimizin rəhbəri olmuş Məhəbbət Qarabağlının biləvəsə Xeyir Duası ilə yazarlarımızın arzusu ilə açıldı. Ən azından Mingəçevir regionun ədəbi mərkəzinə çevrildi, açığı deyirəm. Elə bir ki, necə ki, inzibati xəritəyə, bu Mingəçevir 61 il bundan qabaq Respublikamızın inzibati xəritəsinə bir yaşayış məntəqəsi düşən kimi 10 il bundan qabaq yaranan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı da ədəbi mərkəz, regionun ədəbi mərkəzlərindən birinə çevrildi. Ən azından şəhərə bu verdi. Ancaq mənəvi cəhətdən daha çox verdi. Nəyi verdi? Birinci növbədə bu şəhərdə təbiidir ki, şəhər yarandığı gündən burada yazarlar olub, sənətə həvəs göstərənlər olub. Peşəkarlıq baxımından olmasa da, ayrı-ayrı dövrlərdə bu şəhərdə şairlər də yaşayıb, yazıcı, özlərini yazıcı adlandıracaq insanlar da yaşayıb. Sadəcə olaraq, mən bu şəhərə gələndə birinci növbədə ünsiyyət bağladım, axtardım yazı poz adamları ilə. Gördüm, bunlar xeyli sayıda var. Ancaq söhbət ondadır ki, bu öz fəaliyyət səviyyəsində qalıb. Nə mənada? Yəni bir ədəbi mərkəz yoxdur, əslində ədəbi məclis də yoxdur. Vaxtı ilə Kür ədəbi məclisi olub şəhərdə. Böyük iftixar hissi ilə böyük, deyək ki, o bizim yazarların bir qismi deyir ki, biz Kür ədəbi məclisinə gəlib gedirdik, şeir oxuyurduq. O da yoxdur. Çünki o illərdə təlatümlü illər idi. Əslində ölkədə müharibə gedirdi. Qarabağ
olayları, şəhid tabut axınları müxtəlif bölgələrə gəlirdi. Heç onda söz, sənət yada düşmürdü. Kiminsə şair olmağı da önəmli deyil, yazıcı olmağı da önəmli deyil. Jurnalistika, publistika keçmişdi ön plana, birinci döyüşkən plana. Yəni cəbhə xəbərləri verirdilər, cəbhədən yazılan reportajlar verirdi, yaxud da ayrı-ayrı məlumatlar verirdi. Mən fikirləşdim, bu insanlar istedadlı olduqları halda əlləri niyə çatmasın ədəbi mərkəzə, yaxud da niyə tanınmasınlar? Özümə sual verdim. Və elə bu istəklə də günlərin birində Yazıçılar Birliyinə getdim, istəkli bizim Anar müəllimə, Fikrət müəllimlə söhbət elədim, onlar razılaşdı. İnsan özünü tanıyandan yaşamağa can atır. Ona elə gəlir ki, həyat tək yaşamaqdan ibarətdir. Amma məqam çatandan sonra özün şəxsən şahidi olursan ki, onsuz da insanın anlayacaqları elə də çox deyil. Olum və ölümdən tutmuş, həyat haqqındakı təsəvvürlərə qədər hamının yaşam tərzi eynidir. Amma şair olmağın bir cəhəti var ki, düşünürsən, düşündükcə özünü tapırsan. Amma olduğun kimi.